Dostlar, hər kəsə salamlar. Dünən axşam Ayaqlı qəzetədə bir video görüntü izlədim. Səhv eləmirəmsə Qazaxstanda musiqi müsabiqəsidir. Orada Azərbaycanı təmsil edən bir jüri var. O jüri Azərbaycan adına danışır. Deyir ki, Azərbaycan adına mən sizə erməni iştirakçıya vurğulayır. 12 bal verirəm, haqqınıza girə bilmərəm və sülh olsun, barış olsun, o bu. Mən o xanıma cavab vermək istəyirəm. Mən heç bilmirəm o sənətin hansı qolunda fəaliyyət göstərir, kimdir, nəçidir. Bundan sonra heç mənə maraqlı da deyil. Bəlkə o da bunu istəyir, prim qazansın, araşdırılsın, reklam olunsun. Amma bu primi mən ona verməyəcəm. Heç maraqlı da deyil bundan sonra mənim üçün. Sənət baxımından o xanıma cavab vermək istəyirəm. 2025-ci ildə Praqada, festivalda erməni və fransız əsilli rejissor birləşərək sənədli film çəkirlər. O filmdə, filmin adı da Black Garden, yəni Qarabağ deyə təqdim olunur. O filmdə də yenə Azərbaycan aşağılanır, güya ermənilərə qarşı zorakılıqlar, Qarabağın onların ata-baba yurdu olmağı, o bu. Baxmayaraq ki, Azərbaycan tərəfi etiraz etsə də, baskılar yapsa da, filmi qaldırmağa çalışsa da, film beynəlxalq festivalda Praqadan qaldırılmır və nümayişlərə səbəb olur. Bax, bu da sənət baxımından sizə cavabım. Mən bunu silsilə olaraq davam etdirə bilərəm, amma sizə nə fayda? Siz orada şəxsi fərd olaraq iştirak etsəydiniz, mənim maraqlı deyildi sizin fikirləriniz. Amma siz orada Azərbaycan adına danışdığınıza görə mən sizə bir nüansı vurğulamalıyam. Ay xanım, Azərbaycan mənəm. Azərbaycan dünyanın dörd bir yanında fəaliyyət göstərən, milli şüuru, milli təfəkkür təbliğ edən vətəndaşlardır. Azərbaycan torpağın altında yatan şəhidimdir. Azərbaycan yaşamaq üçün mücadilə verən qazimdir. Azərbaycan, Allah rəhmət etsin bütün ölənlərimizi, mənim atam kimi ömrünü, həyatını milli təfəkkür uğruna fəda edən milyonlarla insandır ki, torpaq altında yatırlar bugün. Siz Azərbaycan adına danışa bilməzsiniz. O haqqı sizə heç kim vermir. Siz mənim keçmişimi silə bilməzsiniz. Siz mənim gələcəyim haqqında qərar verə bilməzsiniz. Ax, siz kimsiniz? Onların yaptığı hər adımda hiss olunur və əməlləri ilə isbatlayırlar ki, eyni masaya otursaq da, hər zaman biz onlarla mücadilə verməliyik, mübarizə aparmalıyıq. Siz o ermənini elə qucaqlayıb öpürsünüz ki, az qalır. Vallahi imkanınız olsa deyərsiniz ki, bağışlayın bizi, Qarabağı, torpaqlarımızı geri aldıq. Ayıbdır. Getdiyiniz yerdə yenə deyirəm. Bireysel olaraq harda nə edirsə o mənə maraqlı deyil. Amma sən Azərbaycanı təmsil edirsənsə, hərəkətivə də, geyimivə də, mimikivə də, ağzından çıxan kəlməvə də diqqət eləməlisən. Daha söz tapmıram nə deyim. Fikirlərimi sizə necə ifadə edeyim. O qədər məyur, əgər sənət budursa, əgər sənət sizin kimlərin əlindədirsə, vallahi mən bu sənətdə olmaq istəmirəm.